Allah Quran-ı Kərimdə hicabın əmr olunması haqqında buyurur. Ey Peyğəmbər, zövcələrinə, qızlarına və möminlərin zövcələrinə evlərindən çıxdıqları zaman çarşaflarını örtmələrini söylə. Bu onların tanınmaları və incildilməmələri üçün daha münasibdir. Allah bağışlayandır, rəhimlidir. Necə ki, İmam Əleyhissalam bu haqda buyurur. Cavanın qəlbi boş torpaq sahəsi kimidir. Onu hər nə atsan, onu da qəbul edər. Ağa bizə tövsiyə etmək istəyir ki, nə qədər tez və gənc yaşlarımızda İslami qanunlara riayət etsək, bir o qədər xeyirdə olarıq. Bu İslami qanunlardan biri də hicabdır. Zəmanəmizdə bəzi gənc qızlarımız hicaba düzgün riayət etmirlər. Onların hicab taxılış formaları, hicab geyimləri İslam dininin buyurduğu hicaba uyğun deyil. Əgər bizim hicabımız düzgün olsa, insanlara İslam dinini düzgün sevdirərik. Bizim hicabımız müasir hicab altında təbliğ olunan düşmənin istədiyi kimi yox, Allahın əmr etdiyi kimi olmalıdır.